Herkes salamlayıram kanalımda. Hoş gördünüz deyirəm. Bugün məndə qarışıq vloqdur və başlayıram bu vlogu bizim kəndimizə baş çəkməyimizdən. Yolda mən bu dəfə toxumağa daha üstünlük verdim və istəyirəm ki, bu toxuduğum süfrəni tamamilə bitirim. Çünki hələ məni sumkalar da gözləyir. Bu dəfə kəndə gedənlər mən, Emilcik yoldaşım, bir də bacım qızımdır. Bu da bacım gəldi, onu işdən götürüb yol üstü gedirik. Emillə çox hüzlü bir-birini sevirlər. Burada isə salamlaşırlar bir-biri ilə və yolumuzu davam edirik. Bizim tərəfə gedəndə bizim kəndimizə biz mütləq və mütləq bu yol üstü bir dənə rahat market var və onun içində şirniyyatlar satılır. Burada həmişə dayandırırıq, yol üstü özümüz üçün yeməli, içməli bir şeylər alırıq. Bu dəfə də ənənəvi şəkildə burada dayandıq. Özümüzə bəzi şirniyyat, bulka, yeməli bir şeyler aldıq. Emil ponçiklər istədi. Burada istəsəniz belə kofe də var, çay da var. Amma kofe ilə çay özümüzdən götürmüşdük. Ona görə bunları almadıq. Sadəcə olaraq yeməli bir şeyler aldıq. Və yanında da belə bir mağazin var. Bu dəfə fikirləşdik ki, bir dəfə də burada baş çəkək, baxaq burada nələr var. Burada isə belə tam yeməklər var. Bu məkanda nə yaxşıdır ki, yanında həm də benzin doldurma məntəqəsi var. Burada isə belə gözəl qızıl güllər var idi hər rəngdə. Mən də bunları çəkdim ki, bu gözəlliyi siz də görəsiniz. Gözəl zapravkamızın gözəl gülləri. Maşına oturan kimi biraz yedi və Emili yuxu apardı. Biz isə davam edirik yolumuzu. Yolda isə gördük ki, nəsə biraz yağışlı havaya oxşuyur. 5 barmağa qədər yağış yox idi, amma 5 barmaqdan sonra gördük ki, yağış başlayır və Uca bizim demək olar ki, keyfimiz bozulmuşdu ki, biz gəldik kənddə isə yağış yağacaq. Amma çox gözəl bəxtimizdən 6-cı günü yağış olmadı. Amma ki, gecə ilə bazar günə keçən günü yağış başladı. Amma yenə də gah yağırdı, gah dayanırdı bütün gün. Belə sel kimi çox yağmurdu. Bu da yenə də bizə əl tutdu. Çünki biz bura gəlməyimizin məqsədi bir də evimizin tikməyə davam etmək idi və ona görə də bizə heç yağış lazım değildi. Yağış bizim bütün planlarımızı pozacaqdı, amma yenə də dediyim kimi sağ olsun hərdən dayanırdı deyənə işlərimizi tam bitirə bildik. Artıq Xaçmaza çatdıq və gördüyünüz kimi biraz yağış da yağmağa başladı. Xaçmazdan isə mən oturdum sükan arxasında və biraz mən sürdüm. Həmişə az öyrənirəm sürməyi və yoldaşım da harda biraz sakit yol var, orada mənə verir ki, mən sürüm və burada nəhayət ki, kəndimizə çatdıq yoldan da bunu başa düşmək olur. Gələn kimi biraz çay içdik. Əmim qızım da buradaydı öz oğluşu ilə və sonra isə Nərmişlə Emil getdilər mağazinə. Что там? Ой, корова, да? Кто там еще есть? Барашки есть. Собирать. Что? Эх ты какой. Пошли. Bu dəfə bacım artıq Bakıda hazırlamışdı, əti marinad eləmişdi. Başqa bir üsulda şaşlıq bişirəcəyik və biz isə ikimiz manqalı çıxardırıq bayram. Bu da Nərmişlə Emilcik mağazindən aldığı şeylər yumurta, pomidor, göyərti, çörək, saçaq peyniri, bir də ki, sərimək üçün yağ. Və bunları hamısını alıb gəlmişdilər. Mən sizə deyim ki, qızlar kənd pomidoru, sonra göyərtisi tamamilə, kartoşkası belə tamamilə başqa bir dad verir. Çox gözəl. Yaxşı. Oldu, çox sağ ol. Ay, saçınlar aç Cemil. Aha, yaxşı. Ты сказал, что мах тоже есть. Надо нарезать. Нет, я не электронный, а папа электронный, а я... А ты Эмиль просто. Нет. Ты просто кошмар, ты. Вот тут все копнем прямо. А почему? Согласен, да?
все? Мамина, ты в деревне Чанмина. Помытый. Ох ты. Bu isə artıq sabahsı gündür qızlar və bacımın yadına düşdü ki, nəsə şüyütlə, keşniş, razyana bunlardan istəyir burada əksin. Amma ki, yağış yağırdı, bu arada da yağış başladı və biz burada biraz bu otlardan bunlarını təmizlədik. Burada istədik ki, deməli yer düzəldək və bunu çalışdıq, eləyək, bacardıq. Amma ki, yağış bizə imkan vermirdi. Dediyim kimi necə bacardıqsa tez elədik. Bir də ki, istəyirdik soğan da əkək, amma soğan əkə bilmədik, çünki yağış gücləndi. Əlimizdən gələni elədik. İndi gələn dəfə də baxaq nə əkərik, amma mümkün qədər buranı təmizləyib, buranı biraz qazıdıq, bellədik və əkdik. Biz bunu birinci dəfə eləyirik. Nə olacaqsa bilmirik. Birazdan baxarıq bir fayda. İndi biz baxaq, toyuqlar tez yeyəcək yoxsa biz? Mən isə yolda bir yumru belə hissəsini, süfrəmin toxudum və ikincisini başlayıram. Demək istəyirəm ki, hər belə yumrusu başqa naxışda olacaq və başqa bir razmerdə olacaq. Sonra isə bunları hamısını bir-birinə bitişdirəcəm. Artıq axşamda biz də Bakıya çatmışıq. Gələn kimi özümə çay dəmlədim, çünki özümü çox pis hiss edirdim. Deməli olar ki, 6-cı gün gecə ilə nəsə boğazım ağrıdı, bədənim ağrıdı və bazar gündə artıq axşam evə çatmışıq və gördüm ki, nəsə özümü daha da çox pis hiss edirəm. Özüm üçün belə mix bir çay dəmlədim. İt burnu, ablipixa, sonra burada var moruq, burada var qarağat, burada var zəncəfil. Hamısını qarışdıraraq belə bir gözəl çay dəmləyirəm ki, bunu içim, biraz özümə gəlim. Bu isə səhərsi gündür qızlar və deyim ki, sizə dünən bu çayı içəndən sonra biraz özümü yaxşı hiss eləməyə başladım. Amma tam da yaxşı deyiləm. Amma buna baxmayaraq rayonda olduğum üçün bir neçə gün, evdə olmadığım üçün evlər köçür, yenə də buraları hamısını yığışdırmaq lazımdır. Ona görə elə belə otura bilmərəm. Ümumiyyətlə mən xəstələnsəm də çox pis bir hal olmasa mən mütləq ayağa qalxmalıyam. Mən uzanıb dözə bilmirəm. Mən hərəkətsiz yaşaya bilmirəm. Ona görə mütləq qalxmalıyam və nələrsə etməliyəm.
Emildən başqa hamı evdədir, çünki onlayn dərslərdir, bilirsiniz. Kimin uşaqları məktəbə gedir, yəqin ki bilir və səhər yeməyi yeyəndən sonra başlayıram mətbəxdən. Buraları yığışdıram, süfrəni çırpıram və yuyacam. İndi isə keçirəm bu stolun üstünü silim, stulları qaldırım və sonradan qabları deməli yuyacam və qalan yerləri də təmizləyəcəm, siləcəm. Bu stolu isə bura qoyandan Emilin ən sevdiyi yer olub və burada mütləq öz oyuncaqlarını gətirir. Onlarla burada oynayır. Həm televizora baxır, həm də öz oyuncaqları ilə oynayır. İndi isə bunları da istəyirəm buradan götürüm. Stolun üstünü silim, stolun üstündəki əşyaları silim. Buranı da təmizlik yaradım buradakı keçim o bir işlərimə. Və rayona gedən səhərsi gün pastelləri çıxartmışdım, amma bunları yumadım ki, havalar yaxşı değildi. Fikirləşdim ki, gələndə havalar düzələr və bunların hamısını yuyaram. Gördüyünüz kimi nə qədər paltar yığılıb. Rayondan gələndə də paltarlar gəlib, onlar da buradadır və ona görə də onları da başladım yumağa. Paralel olaraq indi isə qabları götürürəm və qab yana qoyuram. Çünki həm özümü yaxşı hiss eləmirəm bunları yumaq üçün, həm də vaxt qənaət etmək üçün hamısını qoydum qab yana. Hər evləri yığışdıranda mən pişiklərin qablarına da baxıram, onları da yuyuram, səliqəyə salıram. Onların da qablarını yuyub, qabların altına qoyan belə balaca xalçaları var, silikon xalçaları, onu da yuyuram və sonradan isə bu rakovinanı Domestos'dan yuyacam. Həm dezinfeksiya olsun, həm də ki, hamısı ağarsın, təmizlənsin və bununla da rakovinanın söhbətini də bitirim. Adətən bu işləri Domestos'dan eləyən işləri mən əlcək ilə eləyirəm. Bu dəfə unutdum, əllərim yaş olduğundan artıq əlcək geyinə bilmədim. Amma mütləq əlcək geyinin sizdə qızlar, çünki dəri quruyur, daha da zədələnir və bu bizim əllərimiz üçün, dərimiz üçün çox ziyanlıdır. Bu dəfə isə məndə belə alındı. Və mütləq rakovinanı Domestos'dan yuyandan sonra tam buraları yığışdırandan sonra əskini və qubqanı təzələyirəm. İndi isə keçirəm bu qaz peçimə, onu da yumaq lazım idi. Düzdür, burada çoxdan da o qədər bir şeylər bişirmirəm. Çox vaxtı balkonda bişirirəm. Ona görə burada o qədər çirklənmir, amma yenə də bir əl gəzdirmək istədim. Bu stolun üstündəki belə bir salfetkalarımı deyim, balaca süfrələrimi deyim. Bunları da yudum və şotka ilə əvvəl feyrinə və şotka ilə yuyuram. Sonra isə belə su ilə yaxalayıb qoyuram dəsmalın üstünə, burada öz-özünə quruyur. Burada isə biraz da bu stolun üstünü silmək istəyirəm. Bu kafel hissəsini də silmək istəyirəm. Gülü də biraz sulayıram burada və buraları da siləndən sonra tam təmizlənmiş olacaq mətbəx və buranı siləndən sonra yaş əski ilə üstündən də keçəcəm. Bu Faberlic'in mətbəx üçün olan vasitəsidir. Çox xoşuma gəlir. Bu artıq bitirməndə yenə də istəyirəm sifariş edim. Bunu birinci dəfə istifadə edirdim, amma o qədər xoşuma gəldi ki, indi isə istəyirəm yenə də sifariş edim. Bir ara sifariş eləmək istəyəndə yox idi, amma indi yenə də gəlib Faberlic'ə. Ona görə mütləq sifariş edəcəm. Hamısını yığışdırandan sonra tezdən yerbəyer edirəm buradakı əşyaları və bununla da stolun üstündə yığışdırmış oluram. Burada isə mənim kuklam gəlib belə stolun içində oturub. Mənə isə qaldı sadəcə olaraq bu mətbəxin, deməli, mebelin şkaflarının qapılarını silmək. İndi onları da siləcəm. Yuxarıda əlim çatana qədər silirəm. Aşağıda isə hər bir hissəni silirəm. Yuxarıda niyə əlim çatana qədər eləyirəm? Çünki ondan yuxarı məndə təmiz qalır. Onları ayda bir dəfə belə generalini eləyəndə çıxıram, pilləkənlə silirəm. İndi isə baxdım ki, o qədər çirk yoxdur, hər şey yaxşıdır. Ona görə isə əlim çatan yerlər eləyirəm, amma aşağıda və mütləq hər bir yeri eləyirəm. Çünki aşağı daha çox çirklənir və həm də əlim çatdığım üçün hər dəfə buranı qəşəng silirəm. Artıq hər yeri yığışdırdım, çox sizi yormadım, o bir yerləri sizin üçün çəkmədim, amma evi bütün hər yerini sildim, baxmayaraq ki, özümü heç yaxşı hiss eləmirdim. İndi isə istəyirəm ki, axşama bir desert bişirim bizim üçün və bir dənə də axşam yeməyi bişirim və bununla bugünkü işlərimi bitirim. Deməli, nə bişirəcəm? Mən isə cheesecake bişirirəm, qızlar. Bunun üçün nə götürürəm? Bunun üçün 100 qram yağ götürürəm, kərə yağı, 200 qram isə un götürürəm və bir dənə qabartma tozu, bir çimdik duz. Bunları hamısını qarışdırıram və çorkadan una batıraraq yağı çorkadan keçirdirəm. Biraz da bura deməli şəkər tozu əlavə etmək lazımdır. Şəkər tozu mən əlavə etmədim. Şəkər tozunun yerinə mən stevia əlavə etdim. Şəkər əvəzedicini və bunu hamısını qarışdırandan sonra içinə bir dənə yumurta əlavə edirik və xəmir yoğururuq. Bişirmək istəyənlər üçün tam reseptini videonun altında qeyd eləyəcəm. Yumurtanı da əlavə edəndən sonra
əlimizlə yaxşı-yaxşı yoğururuq. Amma ki bu xəmir tam belə yapışan, elastik xəmir olmur. Çünki bunu pesoçna testodur. Ona görə bu biraz belə dağılan kimi olur, tam yapışan olmur. Xəmirlə oynamaq istəməyənlər üçün peçeni götürə bilərsiniz. Zövqünüzə oxşar peçenyanın hansını xoşlayırsunuzsa və ona deməli 100 qram yağ əlavə edə bilərsiniz. Yaxşı qarışdırırsınız. Amma peçenini əvvəlcədən blenderlə yaxşı-yaxşı əzirsiniz, xırdalayırsınız. Sonra isə gördüyünüz kimi belə formaya yayırsınız və üzərinə mən bu xəmirin üzərinə tökdüyüm kimi deməli smetananın kəsmi əlavə edəcəksiniz və həmin bir şey olacaq sizdə. Sadəcə olaraq mən xəmirə daha üstünlük veririm. Çünki bütün peçenyalarda istərsəməz konservantlar olur, deməli palma yağı var bütün peçenyalarda. Ona görə mən xəmir yoğurmağa daha üstünlük verirəm. Gördüyünüz kimi xəmir artıq hazırdır. Bunu qoyuram xaladelnikə. Biz isə içliyi hazırlayırıq. İçliyə nə gedəcək? İçliyə 300 qram kəsmi gedir və 300 qram xama gedir. Burada şəkər əlavə edirsiniz. Mən şəkər əvəzedici əlavə etdim. Sonra isə burada 2 dənə yumurta əlavə edirsiniz və bunları hamısını blenderdən yaxşı-yaxşı çalırıq ki, tam bir gözəl xama konsistensiyasında olan bir məhlul əmələ gəlsin və sonra bunu həmin bizim xəmirin üstünə tökürük. Unutdum deyim qızlar, bir də bura 50 qram qarğıdalı kraxmalı əlavə edirik və qarışdırırıq. Amma yenə də dediyim kimi tam resept heç bir şey unutmadan videonun altında qeyd eləyəcəm. Belə üstünə tökəndən sonra yayırıq və istədiyiniz gilə meyvələri də əlavə edə bilirik. Mən isə böyütkən var idi məndə buzluğumda, onu əlavə etdim. Əslində buzluğumda çox gilə meyvələr qalıb hələ. Tez-tez eləmək lazımdır nələrsə ki onlar qutarsın. Çünki yay gəlir, təzələrini dondurmaq istəyirəm. Onu qoydum sobaya 180 dərəcəyə. 30 dəqiqəyə mən isə istəyirəm evdə də özüm üçün şüyüd, keşniş, bir də razyana əkim. Yadınızdatsam, Dekalivdən belə bir bağ üçün balaca instrumentlər almışdım. Əslində bunu uşaqlarım üçün oynamağa almışdım. Amma hal-hazırda mənə lazım gəldiyi üçün burada istifadə etdim. Bəlkə də hələ saxladım özüm üçün. Çox gözəldir buranın lapatkaları. Çox gözəl qazıyır. Əsil belə balaca dibçəkdə olan güllər üçün gözəl instrumentlərdə hansılardır ki, köməkli edər evdə. Baxın nə gözəl bununla qazımaq olur. İndi isə 3 dənə qab götürdüm. Hərəsinə bir şey əkəcəm. Birinci dəfə eləyirəm belə şey, amma çox xoşuma gəlir. Hərdən görürəm ki, bəziləri eləyir və onlar oradan kəsib özü üçün yeməyə nəsə əlavə edə bilirlər. Bu çox gözəldir. Həm estetik olaraq, həm də bilirsən ki, belə deyim, öz bağından nəyisə, öz bostanından nəyisə götürüb bişirirsən, təmiz məhsuldur. Mən də istəyirəm, baxım, alınar mı məndə belə bir oput, baxım görüm alınır mı? Alınsa, yenə də başqa toxumlar da götürüb, bəlkə yenə də nələrsə əkərəm. Əslində çox rahatdır bunları əkmək. Sadəcə olaraq tökürsən, torpaqla üstünü bağlayırsan. Burada o qədər yaxşı alınmadı məndə torpaqla bağlama. Ona görə biraz da torpaq çıxardıram, üzərinə yenə də tökürəm və sulayıram, qoyuram balkonda. Ümid edirəm ki, bunlar çıxacaq. İndi baxaq görək nə vaxt cücərib, nə vaxt çıxacaq. Bu arada cheesecake də hazırdır. Gözləmək lazımdır ki, tam soysun, sonra kəsəsiz. Qaynar halda da kəsmək olur, amma sadəcə olaraq formanı saxlamayacaq, dağılacaq. Amma soyanda tam formasını saxlayır. Budur, kəsdim, baxın nə gözəl alınıb. Çox gözəldir, adamın ağzında əriyir. Yadınızdatsam, keçən vloglarda belə küftəciklər eləmişdim toyuq ətindən və onu indi belə qızartdım. Əvvəl soğan doğradım yağda, kərə yağında və atdım ora bu küftəcikləri biraz qızardandan sonra çoxlu biber əlavə elədim, tomat əlavə elədim, qapağını bağladım və belə suyu çıxdı biraz. Sonra isə biraz istədiyiniz ədviyyatlardan da əlavə edə bilərsiniz. Mən isə bura göyərti əlavə eləmişəm, rozmarin əlavə eləmişəm, bir də darçın. Çox dadlı olur. Darçının iyisi mənim çox xoşuma gəlir, ona görə şirniyyatdan başqa belə bir yeməkləri də əlavə edirəm. Bunu isə makaronla verəcəm. Makaron qoyacam talyokaya, üzərinə isə bunu qoyacam. Sonunda isə balıqlarımı göstərmək istəyirəm. Hələ akvariumu tam su ilə doldurmamışam. Hər gün bir krujka su doldururam ki, həm onlar üçün su yeniləmiş olsun, həm də yavaş-yavaş vərdiş olsunlar. Çox təmiz su olmasın, onlara ziyan olmasın. Bu da mənim pişiyim. Gəlib baxır arada onlara ki, necə onları yemək olar, amma bu mümkün deyil. Çünki üstü bağlıdır. Sadəcə onlara baxmaq qalır. Sizə isə təşəkkür bildirirəm ki, videonu sonacan izlədiniz. Əgər hələ də abunə olmamışsınızsa, abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın.